Babayev Rəşad Mirtahiroğlu 2003-cü ildən praktik fəaliyyətlə məşğuluq. Bizim plastik əməliyyatlar siyahısında rezidenturada bizim dərs keçdiyimiz ta birinci mərhələdən tutmuş 3-cü mərhələyə qədər, yəni istəyir mikrocərrahiyyə olsun, istəyir estetik əməliyyatlar olsun. Bunların bir çoxunu əməliyyat edə bilirik. Daha çox bizdə süd vəzinin böyüdülməsi, kiçildilməsi, onun rekonstruksiyası, məmə areolanın kiçildilməsi, böyüdülməsi, onkologiyadan sonraki süd vəzinin rekonstruksiya əməliyyatları. Bundan başqa gövdədə qarnın, ön divarının, yan divarının plastikası, bədən şəkilləndirmə əməliyyatı, sarğı nahiyəsinin yuxarı ətrafları, aşağı ətrafların plastikaları, onların incəldilməsi, üzdə olunan əməliyyatlardan üst göz qapağı, alt göz qapağı, qaşlarda, alında, qulaq seyvanında, dodaqda, yanaqda olunan əməliyyatlardır. Bu əməliyyatlar istəyir rekonstruksiyası olsun, istəyir estetik gözəlliyi olsun, dolğuların çıxarılması olsun və s. Bu əməliyyatları biz həm icra edirik, həm də öz tələbələrimizə, rezidentlərimizə tədris edirik.